Salam dostlar. Mənim adım İvaylo Todorovdur və mən Bolqaristandanam. Mən Ruin Hawk layihəsində nisbətən bu yaxınlarda iştirak etmişəm. Qoşulmazdan tədqiqata çox vaxt sərf etdim. Şirkətin təklif etdiyi məhsul, insanlar, rəhbərlik kimlərdir, onların iş tərzi və tərzi. Bu tərəddüd dövründən sonra mən uzv olaraq qalbım. Ən çox da təklif olunan məhsul, həmçinin şirkətdəki şəffaflıq, eləcə də insanlara, xüsusilə Aleksandr Kaçenkoya görə. Onlar idilər. Mənim tələblərimə və xahişlərimə cavab vermək üçün kifayət qədər səbirli oldular. Müvafiq olaraq mənə uyğun yeri tutmağımda kömək etdilər. Burada mentorum Sergey Terekoya da təşəkkür etmək istəyirəm. O, məni isə səbirli şəkildə daxil etdi. Bu yolla mən inam qazandım və 6 biznes yeri almaqla başladım. Bəlkə də şirkətə məhsulu haqqında nəsə əlavə etməyin vaxtıdır, amma onların sosial mediada, xüsusən də YouTube-da reklamları var. Araşdırmalara görə oxumaq və qazmaq üçün əziyyət çəkdim. Sosial media reklamı. Reklam biznesində sürətlə ən yüksək yerləri tutur. Ümumilikdə geniş auditoriyaya çatır. Yatırılan məbləğə görə istifadəcilər üzərində əldə olunan təsir baxımından ən ön sıralardan birindədir və tendensiya belədir ki, inkişaf edir. Çox sürətli templərinə yuxarıya doğru. Məhz bu məni layihədə ambisiya ilə işləməyə vadar edir. Bir daha təkrar edirəm, nisbətən yeniyəm, amma məqsəd qoymuşam ki, bu barədə çox yaxınlarımı və tanışlarımı məlumatlandırım. Dostlar və biznes sahəsində olan insanlar. Eləcə də öz biznesi olan yaxınlarım və tanışlarım, o cümlədən özüm. Və bu layihə vasitəsilə daha çox istifadəciyə çatmağı hədəfləyirik. Bu kontekstdə düşünürəm ki, bu şirkətin hələ tamamilə ilkin inkişaf mərhələsidir. Şirkətin gələcəyini belə görürəm. Belə ki, əgər belə ifadə edə bilərəmsə, sürətli bir yüksəliş. Ona görə də düşünürəm ki, burada olan və gələcəkdə olacaq insanlar getdikcə daha çox səy göstərməkdən çəkinməməlidirlər ki, şirkət tanınsın. Müvafiq olaraq məhsul daha yaxşı təqdim olunsun. Və nə qədər tez, hələ də tərəddüd edənlər nə qədər tez qoşularsa, bir o qədər yaxşıdır. Çünki onlar matrisanın başlanğıcında olacaqlar. Çox adam sonradan struktura daxil olanlardan fayda görəcək. Amma bu ən vacib məsələ deyil. Ən vacibi məhsuldur. O inkişaf etməlidir və məhsul şirkətin inkişafına güclü təkan verəcək. Buna görə də hər kəsə daha uğurlu işlərində uğurlar arzulayıram. Dəstəklərinə görə Aleksandr və Sergeyə bir daha təşəkkürümü bildirirəm. Və ümid edirəm ki, belədir. Tezliklə nəticələr daha da yaxşı olacaq. Hər kəsə uğur var.